Ola bilər ki, məsələn, övladı var, sən təlim, tərbiyə sahəsində pul xərcləyirsən ki, yaxşı müəllimlər tutsan, oxuyur, instituta daxil olur, ali savadlı bir insandır, amma əxlaqdan yoxsuldur, əxlaqi dəyərlərə sahib deyil, mənəvi dəyərlərə sahib deyil. Dünyası üçün bir fayda verdin, amma əbədi axirəti üçün ona heç bir fayda vermədin sən. Hər iki tərəfə diqqət yetirilməlidir və ən əsası da nədir? Onun ruhani tərəfinə diqqət etməkdir, mənəvi məsələlərinə diqqət etməkdir. Biz Kərbala vaqiəsində Kərbalada uşaq qəhrəmanları görürük. Kərbala ümumiyyətlə bir həyat məktəbidir. Bu elə bir məktəbdir ki, burada 7-dən 77-yə qədər hər bir məzun olubdur. Hər kəs olubdur 7-dən 77-yə qədər. Kərbalanın ən az yaşlı, kiçik şəhidi Əli Əsqər əleyhissalamdır. 6 aylıq körpədir. Ən yaşlı şəhidi Həbib ibn Müzahir, Peyğəmbər sahabəsidir. Hər kəs üçün bir nümunə var Kərbalada. Qasim İmam Həsən əleyhissalamın övladıdır. Hələ həddi buluğa çatmayıb. Bəzi məqtəllərdə var 11 yaşlı bir uşaq gəldi Kərbaladakı İmam Hüseyn əleyhissalamın qarşısına, hüzuruna ki, Peyğəmbər övladı, mən də döyüşə getmək istəyirəm. Adı qeyd olunmayıb, məqtəllərdə adı yoxdur. İmam Hüseyn əleyhissalam baxdı, dedi bunun atası şəhid olubdur. Bəlkə də anası istəməz bu döyüşə çıxsın, bunu qaytarın geri. O uşaq dedi ki, ya Əba Abdullah, anam məni göndərib ki, get Allah Rəsulunun yolunda şəhadət şərbəti iç. Və Kərbala şəhidlərindən biri də xanım Rüqayyə salamullah aleyhadır. Xanım Rüqayyə salamullah aleyhanın əhvalatı çox hüzünlü bir əhvalatdır. Çox qəmli bir həyatdır. Təqribən 4 yaşında olub, hicrətin 57-ci ilində dünyaya gəlibdir. İmam Hüseyn əleyhissalamın balaca az yaşlı qızıdır. Anası Ümmü İshaq. Bəzi mənbələrdə qeyd olunur ki, hələ 1 yaşı olanda anası vəfat etmişdi. Xanım Zeynəb salamullah aleyha və İmam Hüseyn əleyhissalamın himayəsində idi. Bu iki şəxs bu balaca uşağı böyüdürdülər. Bilirsiniz, uşaq anasını itirdikdə atasına daha çox bağlı olur. Atasına daha çox mehrini salır. Ki, xanım Rüqayyə həmişə İmam Hüseynin yanında olubdu. Heç İmam Hüseyndən ayrılmayıbdı. Daimən İmam Hüseyn əleyhissalamın qucağında yatarmış. İndi bu xanım Aşura günüdür. Bu balaca qız uşağı 4 yaşında. Hələ nələr baş verir bir o qədər də tam anlaya bilmir. İmam Hüseyn əleyhissalam şəhid olubdu. Hücum eləyiblər xeymələrə. Məqtəllərdə bu cür qeyd olunur ki, deyir, Şimir girdi deyir xeymiyə. Xanım Rüqayyə gördü bir nəfər gəldi, qaçdı qabağına. O uşaq məsumluğu ilə soruşdu ki, ey əmi, bilmirsən atam hardadır? Şimir məlun nökəri Rüstəmə dedi ki, vur bunu. O nökər dedi ki, mənim ürəyim gəlməz buna əl qaldıram, çox körpədir. Məlun Şimir deyir, əli ilə vurub uşağı deyir, yerə yıxdı, yerə sərdi. Bu müsibətləri gördü xanım Rüqayyə, Küfənin müsibətlərini gördü, Şam yolunun müsibətini gördü.